Xəstəmiz Gədəbəy rayonundan gəlib, Əliviz Bayramov. Deməli, bu Parkinson xəstəsidir, Parkinsonizm deyil. Çünki hər iki əldə simmetrik olaraq əsmə başlayıb, xəstəlik 6 ildir başlayıb və xəstədə durma çətinliyi var. Durun, zəhmət olmasa görün. Duramıram. Baxın, xəstəni durğuzmaq belə mümkün deyil. Xəstəni də ayağa durğuzuruq. Mən çalışdım, durğuza bilmədim, gücüm çatmadı, oğlu durğuzdu. Amma biz bunu aradan qaldıracağıq inşallah. İndi yavaş-yavaş yerişini təmin elə, görək necə yeriyir. Belə qıda tarif. Xəstədə kognitiv simptomlar üstünlük təşkil edir. Belə ki, bir nöqtəyə zillənir, başınızı o yana çöndərə bilmir və xəstə bir nöqtəyə zillənir. Həm görmənin xırdalanması, həm yerişin xırdalanması var və bütün bədəndə əsmə var, simmetrik şəkildə. Ağrıların da var mı? Bax, barmağım ağrıyır, buram ağrıyır. Aha, ağrılar da var. Və eyni zamanda xəstədə gərginlik, əsəbilik, yuxusuzluq var. Yuxu demək olar ki, yoxdur.